Deməli, bu reaksiya da A-dan alınır B üstə gəl 2C. Burada fikir verin, azalan maddə var. Sonra digər artan maddə var. Bu artan maddə ilə birindən, azalan maddənin birinin molu eynidir. Və burada fikir verin, 2 dənə artan maddə var da, biri nisbətən az artan, biri çox artan. Yəni, alınan maddələrdən birinin molu 1-dir, birinin molu 2-dir. Deməli, onda belə başa düşürük ki, 2 olan, yəni C maddəsidir. Bunu C-ni götürsək, 2x götürəcəyik tarazlığına. B-ni isə onda x götürəcəyik, 2 dəfə ondan az. Deməli, A-da eyni zamanda eyni başlanğıcdan gəlibdir. Yəni 2x-dan aşağı düşübdür da, 2x-dan müəyyən bir nöqtəyə düşübdür. Deməli, başı nə qədərmiş? 2x-dir. Ümumiyyətlə, reaksiyanda ümumi x-lə ifadə edirik. 2x-dir, x-i sərf olunub yerdə nə qədər qalıbdır? X-i. Deməli, burada k-nın qiymətini də veriblər. Deyir, 1-ə bərabərdir. 2x əmsalı olduğuna görə kvadratı vurulsun x, bölünsün x. O da bərabərdir 1-ə. X-lar gedir, 2x-in kvadratı bərabərdir 1-ə. Birdən də kvadrat kimi yazsaq, 2x bərabərdir 1-ə, x də bərabərdir 0,5-ə.